Hər vaxtınız xeyir olsun xanımlar. İnşallah ki məni diqqətlə qulaq asın. Bayaqları dediyim kimi günorta yeməyimiz çox vacibdir. Günün ən vacib qidalanmalarından biridir günorta yeməyimiz. Və bilirsiniz ki, səhər yeməyi vacib olduğu nəyə görə vacibdir? Çünki enerji yığırıq. Günorta isə biz həmən enerjini qoruyuruq. Günorta yeməyi günün ən vacib qidalanma vaxtlarından biridir. Bu vaxt etdiyimiz seçimlər həm çəkimizə, həm enerjimizə, həm də ümumi olaraq da uşaqlarımızın inkişafına da birbaşa təsir edir. Yəni həm öz qidalanmağımız, həm evladlarımızın qidalanmağına diqqət yetirməliyiksə, mütləq şəkildə günorta qidalanmasına diqqət yetirməliyik. Əgər arıqlamaq istəyirsinizsə, günorta yeməyini buraxmaq olmaz. Əksinə, düzgün seçilmiş nahar axşam həddindən artıq yeməyin qarşısını alır. Boş boşqab yox, balanslı boşqab olmalıdır. Günorta yeməyində mütləq olmalıdır. Zülal, bunlar nədir? Toyuq, balıq, yumurta və ya qatıq. Uzun müddət tox saxlayır bu məhsullar. Tərəvəz həzmi yüngülləşdirir, şişkinliyi azaldır. Az miqdarda faydalı karbohidrat qəbul etməliyik. Bu nədir? Qarabaşaq, qəhvəyi düyü və ya çörək. Vitaminlərə də diqqət etmək lazımdır. Öncə B qrup vitaminləri qəbul edirik, enerji verir, yorğunluğu azaldır. Mənim özüm, baxın, görürsünüz, Pussy Box qəbul edirəm. Bunun da tərkibində B qrup vitaminlər var. Gündə bir paket qəbul etdikdən, baxın, bunu açacağım, istifadə edəcəm indi. Allahın izni ilə. Ondan sonra dəmir, ferrum, organik dəmir, Siberian Wellness dan qəbul edirəm. Bilirsiniz ki, zəiflik, baş gecələmənin qarşısını alır. Tərkibində C vitamini də var. Mən də indi hal-hazırda Navamin bitibdə almalıyam. Amma narahat olmuram. Çünki ferumumuzun tərkibində həm fol turşusu var, həm B qrup vitaminlər var, həm də C vitamini var. Hansı ki, onun yaxşı, düzgün sovrulmasına kömək edir. C vitamini immunitetimizi gücləndirir, həm bizdə, həm uşaqlarda. Ən əsas da təbii ki, uşaqlarda çox vacibdir. Bu məhsulu 5-6 yaşdan böyük uşaqlar qəbul edə bilirlər rahat. Amma Navamini bilirsiniz ki, 7 ayından böyük bütöv uşaqlara rahat şəkildə verə bilərik. Videonun üzərinə şəklini qoyacağım ki, rahat biləsiniz hansı məhsuldur. Navamin bizdə antioksidantdır, bioloji vitamin kompleksidir, tərkibində A, E, C vitaminləri var. Uşaqlarımız üçün günorta yeməyi beyin inkişafını və diqqəti üçün çox önəmlidir. Fast food, qazlı içkilər, paketlənmiş məhsullar əvəzinə ev yeməyi, şorba, tərəvəz və zülal uşaqları daha sağlam edir. Buna öyrətməlisiniz. Bəli, bəzi uşaqlar yemirlər, amma 21 gündə alışqanlıq etməlisiniz. Yavaş-yavaş onlara vərdiş etdirməlisiniz. Sizin kimi az da olsa yesin. Məsələn, uşaq yeməyi yedi, dedim amma doydum, artıq məcbur uşağa yedidirmək olmaz. Qəti şəkildə iyrəndirmirik uşağı, qıcıqlandırmırıq. Sevdiyi yeməkləri çalışın, sevdirin, edin. Hansı tərəvəzləri sevirsə ondan şorbalar hazırlayın. Uşaqların çoxsu tərəvəz sevən olur. Ondan sonra göyərti sevməyən uşaqlara, məsələn, göyərtili etməyin. Quru göyərtilər olur, nöqtə-nöqtə tükəndə çox da görsənmir, məsələn, ondan da edə bilərsiniz. Bir də unutmayın. Ana düzgün qidalanırsa, uşağa da bu nümunə olur və uşaq da bunu götürür özünə. Ona görə də biz özümüzdən başlayırıq. Sağlam ailə mətbəxdən başlayır qızım. Bəli, təkrar edirəm. Nə olur? Sağlam ailə hardan başlayır? Mətbəxdən başlayır. Özümüzə və övladlarımıza bugün bir yaxşılıq edək. Düzgün qidalanaq, bədənimizə qulluq asaq və öncə düzgün vaxtında vitamin, minerallarımızı qəbul edək. Mən Siberian Wellness qida əlavələrini seçmişəm. Nəyə görə? Həm özüm üçün, həm evladlarım üçün. Çünki bioloji aktiv maddələrdir, tərkibləri kimyəvi qatqısızdır. Eyni zamanda uşaqdan böyüyə, yaşlıya hər kəs qəbul edə bilər.
halal sertifikatlıdır. Ümumiyyətlə dünyaca ən sərt sertifikatların sahibidir. ISO, GMP, NASR və s. Bunları qoyuram bir qırağa. Ən önəmlisi faydalıdır. Rusiya istehsalı olduğuna görə mən bunları seçirəm. Çünki kimyəvi dərmanlardan uzaq olmaq istəyirəm. Aptekdən xəstələndikdə gedib dərman almaq istəmirəm. Uşaqlarımın orqanizmini, nə də öz orqanizmini zəhərləyib zədələmək istəmirəm. Çünki bilirik ki, adi belə ağrı keçicidir, antibiotiklərdir, kimyəvi dərmanlardır. Bizim qaraciyər, mədə, bağırsağı, ümumiyyətlə sinir sistemi və bütöv endokrin sistemimizi nə vəziyyətə salır. Xəstələnməmək üçün və bunlara əl atmamaq üçün nə etmək lazımdır? Bəli, düzgün vaxtında qidalanmaq lazımdır. Makronutriyentlər düzgün qəbul ediriksə, vaxtında vitamin, mineral dopumuzu düzgün qoruyuruqsa, bəli, sağlam qalırıq, immunitetimiz güclü olur, bədənimiz özünü qoruya bilir. Və eyni zamanda da viruslara qarşı da müqaviməti artır və yoluxma olmur. O zaman da nə olur? Biz nə xəstəxanalara getmək məcburiyyətində qalmırıq, nə də apteklərə getmək məcburiyyətində qalmırıq. Seçim sizin əlinizdədir. Siz özünüz seçirsiniz.